Salam əziz izləyicilər, Bilgə TV-nin izləyiciləri. Bugündən etibarən biz sizlərlə Bilgə TV-də kitabdan həyata layihəsinə başlanğıc götürürük, start götürürük. Bu layihənin əsas məqsədi oxuduğumuz müxtəlif kitablardan, dünya ədəbiyyatından, yerli ədəbiyyatdan aldığımız nəticələr, çıxartdığımız dərslər, kitablarda çox maraqlı olan nüanslara toxunmaq və ən əsası isə kiçik bir kütlə içində olsa bir növ kitab tövsiyəsi verməkdən ibarətdir. Bizim bugün təhlil edəcəyimiz kitab nəinki rus ədəbiyyatının, eyni zamanda dünya ədəbiyyatının sayılıb seçilən imzalarından, böyük şəxsiyyətlərindən, yazıçılarından olan Lev Tolstoy haqqında və onun İvan İlyiçin Ölümü kitabı haqqındadır. Bu əsər çox kiçik həcmli olsa da, düşünürəm ki, çox mühüm nöqtələrə toxunmağı bacaran bir əsərdir. Ümumiyyətlə, Lev Tolstoy yaradıcılığı öz zənginliyi ilə seçilən bir yaradıcılıqdır və bu yaradıcılıqda Lev Tolstoyun əsas əsərlərində dəstəxətli real həyatda olan, real həyatda baş verəcək hadisələrə toxunması, böyük bir cəmiyyətin böyük bir hissəsinin keçirdiyi hisslər, ondan almalı olduğumuz dərslər bu istiqamətdədir deyə düşünürəm. Və qeyd etdiyimiz kimi Lev Tolstoy nəinki rus ədəbiyyatında və onun əsərləri Rusiyadan kənarda, sərhədlərini aşaraq bütün dünya dillərində tərcümələri olunmuşdur və dünya əhalisinin sevdiyi yazıçılardan, yazarlardan biridir Lev Tolstoy. Lev Tolstoy yaradıcılığının zənginliyində onun uşaqlıqdan fransız dilini öyrənməyi və bu fransız dili nəticəsində dünya ədəbiyyatı ilə tanış olmağı xüsusi yer tutur və eyni zamanda Krım savaşına qatılmağı və onun nəticəsində bütün Avropanı gəzməyi də öz təsirini biruzə vermişdir. Biz bu əsəri oxuyanda bir neçə qeydlər götürmüşdük. Mən istəyərdim ki, bu qeydləri sizlərlə bölüşək. Əsərin ilk əvvəl versiyası İvan İlyiçin ölüm xəbərinin dostlarına çatması ilə baş verir. Burada diqqətimizi çəkən nüans əsasən ondan ibarətdir ki, ölüm xəbərinin çatdırılması onun dostlarında müəyyən qədər üzüntüyə səbəb olsa da, müəyyən qədər sarsılmalara səbəb olsa da, amma artıq həftələrdir ağır xəstə yatan İvan İlyiçin ölümü o qədər də şok effekti yaratmır. Sanki dostlar bəli, təəssüflənirlər belə bir şəxsin ölməyinə, amma artıq xəstəliyin nə qədər uzun müddətli olmağı onlarda artıq bu ölümün dəqiqliyini göstərirdi və onlar bir qədər heyfslənsələr də, daha sonra yenə də artıq öz vəzifələri haqqında, İvan İlyiçin yerinə, vəzifəsinə kimin keçəcəyi haqqında və yaxud da ki, həmin bu ölümün onların vəzifələrində qoyacağı təsirlər haqqında düşünməyə başladar edir ki, düşünürəm ki, əsər öz axarlığı ilə yanaşı eyni zamanda real həyatda, bizim öz həyatımızda da, dost tanışımızda, ətrafımızda baş verən ölüm hadisələrində belə həmin ölümün bizi nə qədər belə deyim, təsir edəcəyini, bizim fəaliyyətimizə, iş həyatımıza və digər məsələlərə necə təsir edəcəyi daha çox bizi narahat edir. Nəinki həmin şəxsin bizdən, bizim aramızdan uzaqlaşmağıdır. Bu məsələ xüsusilə mənim diqqətimi çəkmişdir. Daha sonra isə hər real ailədə, hər real məmləkətdə olduğu kimi İvan İlyiçin bütün dostları, yaxınları onun evinə yığışırlar, başsağlığı verirlər, ölüm səbəbləri haqqında danışırlar və bir müddətdən sonra hər kəs yenə də dağılışır, öz həyatını davam elətdirir. Yəni bizim bugünkü cəmiyyətimizdə də hətta maksimum ölü haqqında heyfslənməyimiz onun qohumları ilə danışan zaman, ona başsağlığı verdiyimiz zamandır. Hətta yas yerində belə bəzən biz fikir vermişik dəfələrlə ki, hər birimiz bunu müşahidə etmişik ki, artıq bir müddət danışandan sonra mövzular rahatlıqla dəyişilir.
Bəlkə də bu belə də olmalıdır, bəlkə də yox. Bəlkə də artıq son zamanlar ölüm hadisələrinin adiləşməsi bizdə kimliyindən asılı olmayaraq ölümü də adi hala gətirmişdir. Daha sonra ən yaxın dostu əsərdə qeyd olunur Pyotr İvanoviç bir anlıq özünü həmin şəxsin dostu İvan İlyiçin yerinə qoyur. Ölümü fikirləşir, ölümü xatırladı. Hər gün ölümə bu qədər yaxın olmağımızda baxmayaraq ölümü tez-tez unutmağımız Pyotru bir qədər narahat eləyir. Artıq o ölüm haqqında fikirləşir müəyyən qədər. Amma daha sonra yenə də Pyotr özündən ayrılır və bu düşüncələr bir anlıq gəlmişdir. Mən düşünürəm ki, hər birimizdə belə hallar olub. Yəni biz bir yasda iştirak etdiyimiz zaman, bir dəfində, cənazə namazında iştirak etdiyimiz zaman ölümü bir anlıq xatırlayırıq. Özümüzü həmin şəxsin yerinə qoyuruq. Amma bu çox çəkmir. Bu maksimum bir həddə qədər çəkir. Bəlkə də bu daim bizim zehnimizdə olsa, biz daha düzgün, daha dəqiq qərarlar verməyimizə də kömək olar. Bəlkə də yox. Kim bilir. Hər halda daha çox burada bir nüans da Lev Tolstoy toxunur. Orada İvan İlyiçin həyat yoldaşının Pyotrla bir mövzu haqqında danışmaq istəməyidir ki, Pyotr bunu hiss edir və orada artıq İvan İlyiçin yoldaşı ölüm səbəbi haqqında danışdıqdan sonra daha çox İvan İlyiç ki, müəyyən bir dövlət qurumunda işləyirdi, onun ölümü səbəbi ilə xəzinədən nə qədər pul ala biləcəkləri haqqında maraqlanır. Və artıq bir insana ən yaxın olan həyat yoldaşının hətta ölümün səhərini gözləmədən belə həmin anda xəzinədən nə qədər pul alacağını, nə qədər mənfəət götürə biləcəklərini, təqaüd maaşının azlığını, alternativ yolları yoxlayır. Hətta məlum olanda ki, Pyotrla söhbət zamanı o artıq bir neçə yolu bilir və daha çox məbləğ əldə etməyin yollarını araşdırır. Biz əsərin irəliləyən dəqiqələrində İvan İlyiçin həyatı haqqında daha geniş məlumatlar verilir və orada İvan İlyiçin ailəsi ilə xoşbəxt olmaq üçün keçdiyi əzablı, əziyyətli yollardan bəhs edilir. Əzablı, əziyyətli yollardan bəhs edilir ki, İvan İlyiç həqiqətən də xoşbəxt ailəyə sahib olmaq üçün verdiyi zəhmətlər qeyd olunur, iş həyatında qeyd olunur və sonra zaman-zaman həmin çəkdiyi zəhmətlər onun səhhətində müəyyən problemlər ortaya çıxardır. Və problemlər nəticəsində canı ağrıyan İvan İlyiçin artıq deyinmələri başlayır, ailə daxili problemləri başlayır. Çox maraqlıdır həqiqətən də. Bir insan xoşbəxt olmaq üçün, yaxşı yaşamaq üçün demək olar ki, canından keçir. Demək olar ki, canına fikir vermədən gecə-gündüz işləyir, çalışır və nəticəsində səhhətində problem yaşayan, canı ağrıyan insan deyinmələrə başlayır ki, bu da onun ailə daxili problemlərlə üzləşməsinə gətirib çıxardır. Mən əsəri çox maraqlı bəyəndim, çox axıcı gedir. Təsəvvür eləyin, hər cümləsində son, xüsusilə bu ortadan sonra getdikcə hər cümləsində insan öz həyatını görməyə çalışır. Öz həyatından müəyyən qədər alıntılar, bir cümlə belə olsa sanki öz həyatından Tolstoy orada vurğulayır. Tolstoyun bəlkə də Tolstoy olmasında səbəbi bu idi. İnsanlığın təməl problemlərinə toxunurdu. Təsəvvür eləyin, orada bir hissə var. Ən yaxın dostu, özünü onun yerinə qoyan dostu Pyotr, dostunun, vəfat etmiş dostunun evini tərk edəndən sonra digər dostu Vasilyeviçin evinə kart oyununa gedir. Ən yaxın dost digər dostları ilə birgə kart oyununa gedir. Yəni, qısacası ölənlə ölünmür, həyat davam edir. Olan yalnız və yalnız ölənin ailəsinə olur. Həyat öz axarı ilə davam edir. Və çox maraqlı hissələrdən də biri ondan ibarətdir ki, heç vaxt ölüm haqqında düşünməyən İvan İlyiç əsərin sonlarında xəstəliyi artdığı anlarda artıq ölüm haqqında düşünməyə
çalışır, ölüm haqqında düşünür, ölümü sorğulayır, həyatını, yaşam tərzini sorğulayır. Bəlkə də biz əvvəldən həyatı sorğulamalıyıq. Bəlkə də biz ölümü çoxdan sorğulamalıyıq. Bəlkə də biz hər an ölümü düşünməliyik. İvan İlyiçdən fərqli olaraq ki, sonumuz heç olmasa yaxşı olsun. Əziz, dəyərli Bilgə TV-nin izləyiciləri, yeni layihəmizdə bir daha sizi salamlayırıq. Fürsət olduqca oxuduğumuz digər əsərlər haqqında qısaca olaraq şərhlər, alıntılar qeyd edəcəyik. Bugünkü videomuz Lev Tolstoyun İvan İlyiçin ölümü əsəri haqqında idi. Mütləq şəkildə oxumaq şansı olanlardan, oxumaq şansı indiyə qədər yaranmayıb, oxumaq istəyənlərə tövsiyə edirik. Oxuyanlar isə öz fikirlərini şərhlər bölümündə qeyd edə bilərlər. Bəs onlar hansı dərsi aldılar İvan İlyiçin ölümündən?